Daha bir Samux sakini dəm qazından boğularaq ölüb. Bu dəfə yeniyetmə oğlan dəm qazının qurbanı olub. Hadisə Samux rayon Çoban Abadlı kəndində qeydə alınıb. Kənd sakini 2009-cu il təvəllüdlü Vüsal Hacıyev dəm qazından boğularaq ölüb. Yaxınları onun meyidini hamam otağında tapıblar. Yaxınlarının sözlərinə görə mərhum gecə saatlarında hamama çimmək üçün girib. Belə bir hadisənin baş verə biləcəyini düşünə bilməyən Vüsal Hacıyevin doğmaları gördükləri vəziyyətdən sarsıntı keçiriblər. Gecə 12-də biri işləmiş girir hamama çimmək üçün. Bir də səhər bilmişik ki, hamamın işığı yanır, səhər saat 8-də açmışıq ki, içəridə dəm qazından zəhərlənib dünyasını dəyişib. 11-ci sinif tələbəsi 2009-cu il təvəllüd, sağlam bir evladımız. Dəm qazından, bəli, sabah əskəriyə gedəsi dəm qazından dünyasını dəyişdi. Hadisə yerinə polis və prokurorluq orqan əməkdaşları gəlib. Samux rayonu prokurorluğunda araşdırmalar davam edir. Məlumat üçün bildirək ki, bu son bir həftə ərzində Samux rayonunda dəm qazından boğularaq vəfat edən 3-cü şəxsdir.